Salam, Bakı şəhəri Nərimanov İstək Liseyinin coğrafiya müəllimi Yaşar Seyidəliyev. Bugünkü dərsimizin mövzusu Azərbaycanın ekoloji vəziyyəti və turizm rekreasiya ehtiyatları barədədir. Azərbaycanın neft-qaz ölkəsi kimi məşhur olması onun iqtisadi inkişafına böyük təsir göstərmişdir. Bununla yanaşı, bu sahə hasilat rayonlarının həddən artıq çirklənməsinə, Abşeron və Xəzər sahili rayonlarda ekoloji böhrana səbəb olmuşdur. Hasilatın digər sahələri, sənaye və məişət tullantıları, kənd təsərrüfatına istifadə edilən kimyəvi maddələr və meliorasiya suları ekoloji gərginliyə gətirib çıxarır. Ekoloji gərginliyin artmasına səbəb olan amillər aşağıdakılardır. 1. Torpaqların əkilməsi. 2. Təbii sərvətlərin istismarı. 3. Meşələrin qırılması. Təbii sərvətlərin istismarı, torpaqların əkilməsi və meşələrin qırılması ekoloji gərginliyin artmasına səbəb olur. Abşeron, Neftçala, Siyəzən, Salyan və Şirvan şəhərləri ətrafında neftlə çirklənmiş ərazilər çoxdur. İri şəhərlərin ətrafında olan təbii sərvətlər çıxarılan torpaqların rekultivasiyaya, yəni bərpa olunmağa böyük ehtiyacı vardır. Belə ərazilərə Daşkəsənin, Abşeronun iri karxanaları, neft hasilatı rayonları, Kür Araz ovalığının neftlə çirklənmiş sahələri aiddir. Torpaqların yaxşılaşdırılması, yəni məhsuldarlığın artırılması istiqamətinə görülən tədbirlər sistemi meliorasiya adlanır. Müxtəlif proseslərin təsiri altında, yəni həm təbii, həm də insan fəaliyyəti ilə bağlı pozulmuş, yəni sıradan çıxmış torpaqların bərpası isə rekultivasiya adlanır. Bakıda Sumqayıtda yerləşən kimya, neft ayırma zavodları atmosferə çoxlu miqdarda tullantı atır. Sahil qəsəbəsindəki sement zavodu, Gəncədəki alüminium zavodu atmosferi çirkləndirən əsas mənbələrdən biri sayılır. Eyni zamanda sənaye tullantıları və atmosferdən ayrılan qazlar atmosferi çirkləndirən mühüm mənbələrdən hesab olunmaqdadır. Azərbaycanın su hövzələri, xüsusilə çayları, Respublika daxilində və Respublikadan kənarda çirklənməyə məruz qalırlar. Respublikadan kənarda çaylarımızın çirklənməsinin əsas mənbəyi qonşu ölkələrdən gələn sulardır. Xarici ölkələrdən gələn çaylarımız, bunlara Kür, Araz, Oxçu çay, Bərgüşad çay, bunlar çox böyük miqdarda çirklənməyə məruz qalmış çaylarımızdandır. Respublika daxilində çirklənməyə məruz qalan çaylar isə Kür, Arazla yanaşı Qoşqar çay və Parağa çayıdır. Burada sənaye tullantıları və kənd təsərrüfatında torpaqların meliorasiyasında istifadə olunan sular çaylarımızı çirkləndirən əsas mənbələrdən sayılır. Kurort turizm təsərrüfatı əhalinin həyat səviyyəsinin yüksəldilməsi, istirahətinin təşkilində mühüm rol oynayır. Azərbaycanda ən mühüm təbii rekreasiya ehtiyatları Xəzər dənizinin sahillərində yerləşir. Yay aylarında bol günəş şüaları, qızmar qumlar, sahil boyu uzanan meşələr və mineral bulaqlar bu ərazilərin müalicə və istirahəti üçün istifadə imkanlarını genişləndirir. Abşeron yarımadasının şimal sahilləri əsas istirahət yerləridir. Kurort turizm təsərrüfatı əhalinin istirahətində və həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Bu baxımdan Azərbaycanda belə turizm bazaları mövcuddur. Naxçıvanda Batabad, Şəki-Zaqatala bölgəsində Marxal, Gəncə-Qazax bölgəsində Hacıkənd, Quba-Qusar bölgəsi və digər əraziləri biz misal çəkə bilərik. Hal-hazırda dayandığım ərazi Azərbaycanın Xızı rayonunun Altağac qəsəbəsidir. Altağac kurort turizm bazası baxımından respublikamızda əhəmiyyətə malikdir. I know you told your friend you're not okay, and tell me what's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to gray as you fade away, as you fade away.
yeah, I'm about to fade away. Cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay. Just let me be me and I'll stay out of your way. I can see the way you look at me, I'm such a disgrace. I never really asked to be brought into this place. You wanna love me? Well then baby have a taste. All the highs and the lows, no you'll never be the same. I don't really wanna hurt you but I can't control the pain. If you're sticking by my side, maybe we could be okay. Sirab, Bayxır, Darıdağ, Kəlbəcərdə isti su, Şuşada Tuşsu və Şırlan mineral bulaqları yerləşir. İlisu, Xalxal, Bum, Şəkizaqatalada, Çuxuryurt, Şamaxıda, Cimi, Xaşı, Xaldan, Qalaltı, Quba, Xaçmazda, Şıx və Suraxanı Abşeronda olan əsas mineral bulaqlardandır. Onlar müalicə mənbələri kimi istifadə edilə bilər. Bununla bugünkü dərsimiz sona yetdi. Sizinlə mən bu dərsimizlə sağollaşıram. Sağ olun.